Azərbaycan mətbəxinin ən qədim yeməyi olan dovğa hazırlayırıq. Dovğanı hazırlamaq üçün yumru düyüdən istifadə edilir. Yumru düyünün içərisi təmizlənir, yuyulur və yumurta ilə qarışdırılır. Təxminən yarım stəkan yumru düyüyə 2 ədəd yumurta vurdum. Mən burada 4 litr yarım qatığı süzmüşəm və bundan bu qədər süzmə çıxır. Qatığı süzdürəndə qatığın acı suyu çıxır. Qətiyyən dovğanız turş olmur. Həqiqətən çox dadlı olur. Mütləq bir dəfə süzmə qatığın dovğasını edin. Nə qədər qatığın suyu çıxırsa, o qədər durulaşana qədər su adi, təmiz su əlavə edirik. Qatığı təmiz şəkildə açırıq ki, içərisində qətiyyən düyün olmasın. O zaman dovğamız çürüyə bilər. Hazır olan qatığı, düyünləri açılan qatığın üzərinə düylü yumurta qarışımını əlavə edib yaxşıca qarışdırırıq. Bu qarışımı bir qıraqda gözlədirik. Bu sırada isə biz göyərtini doğrayacağıq. Göyərtilər, müxtəlif göyərtilərdən istifadə edə bilərsiniz. Ancaq mən düşünürəm ki, ən dadlı dovğa göyərtisi dağ kişnişidir. Bizdə bu cür deyilir və sizin bölgənizdə bu göyərtiyə nə deyilir, yorumlar qismində yaza bilərsiniz. Dağ kişnişinin içərisini təmizləyirəm. Daha sonra isə bir ədəd də kişnişim var. Əslində hər litr üçün bir dəstə göyərti istifadə olunur. Ancaq indiki göyərtilər çox balaca olduğu üçün göyərti sayını dəqiq demək olmur, dəstə sayını. İçərisini təmizlədikdən sonra göyərtiləri xırda-xırda doğrayırıq. Bir dəfə mütləq şəkildə yalnız dağ kişnişindən dovğa edin, həqiqətən də dadını görəcəksiniz. Çox ləzzətli bir dad olur. Göyərtiləri doğrayıb qaba əlavə edirəm. Daha sonra isə üzərinə çıxacaq dərəcədə su əlavə edib təxminən 20 dəqiqə gözlədirəm. 20 dəqiqədən sonra göyərtini bir 4-5 dəfə yuyub təmiz suyu çıxana qədər yuyuram. Yuduğum göyərtiləri aş üzərində saxlayıram ki, suyu süzsün. Qazın altını yandırıb hazırladığım qarışımı burada bişirirəm. Təxminən ocağın iti gözündə 20 dəqiqə müddətində bişirirəm. Daha doğrusu düyü bişənə qədər. Bəzi düyülər gec bişə bilir, bəziləri tez. Gördüyünüz şəkildə bizim qatığımız da qaynayır. Bu müddət ərzində mən qətiyyən əlimizə saxlamıram. Sona qədər dovğamı bulayıram. Düyü bişdikdə isə göyərtisini əlavə edirəm. Göyərtini əlavə edirəm hissə-hissə. Bu müddətdə də əlimi qətiyyən götürmürəm, qarışdırıram və duz əlavə edirəm. Dovğamız hazır olduqda dovğanın altını söndürüb başqa bir qazana əlavə etdim. Tez soyması üçün ara sıra qarışdırıram. Bu da bizim dovğamız. Görürsüz qatılığı, dadı da möhtəşəmdir. Mütləq bir dəfə bu üsulla hazırlayın. Mənə sağ ol deyəcək. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik.